Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, Abşeron Xızı Regional Gənclər və İdman İdarəsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Gənclər Paytaxtı Sumqayıt 2025 və Konstitusiya və Suverenlik ili çərçivəsində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş Gənclər Ulu Öndərin izində adlı elmi-praktiki konfrans keçirilib. Tədbir, dövlət himninin səsləndirilməsi və ümumilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva, idarə, müəssisə təşkilatların nümayəndələri və gənclər iştirak edib. Çıxış edən Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqov, Heydər Əliyevin Azərbaycan dövlət quruculuğundakı əvəzsiz xidmətlərindən danışıb. O, xüsusilə Ulu Öndərin gənclərə verdiyi dəyəri və bu sahədə apardığı ardıcıl siyasəti vurğulayıb. Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva çıxışında bildirib ki, Heydər Əliyev siyasətinin əsas hədəflərindən biri güclü və savadlı gəncliyin formalaşdırılması olub. O qeyd edib ki, bugün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Əməkdar bədən tərbiyəsi və idman xadimi Qərib Əliyev çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən danışıb. Bildirib ki, Ulu Öndərin əsasını qoyduğu bu istiqamət 44 günlük vətən müharibəsində öz bəhrəsini verdi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, müstəqil dövlətçiliyimizin inkişafında gənclərimizin rolu böyükdür. Gənclərimizin sağlam əqidəli, vətənpərvər Azərbaycan vətəndaşı kimi yetişdirilməsində ümumilli liderimiz Heydər Əliyevin danılmaz əməyi və xidmətləri var. Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ümumilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycanı uğurlu gələcəyə aparan siyasət bugün onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Digər çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin dövlətçilik strategiyası bugün də ölkənin hər tərəfli inkişafına əsas yaradır. Tədbirin sonunda musiqili kompozisiyalar təqdim olunub. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.